Xeyir olsun, əziz abituriyentlər və müəllimlər, sizi belə bir məsələ ilə tanış etmək istəyirəm. Deməli, burada dəmir verilibdir. Dur sulfat turşusu ilə bilirik ki, hidrogen ayrılır. Dəmirimiz ona görə dəmir də ikivalentli duza əmələ gəldiyi üçün birbaşa bir ikivalentindən 1 mol hidrogen ayrılacaqdır. Deməli, burada hidrogen həcmi A qədər götürülübdür, 2x qədər alınıbdır. Deməli, A qədər 2x ilə alınırsa, 100% praktiki çıxım olsaydı nə qədər alınardı hidrogenimiz? Buradan B bərabərdir. Deməli 100A bölünsün 2x. Yəni buradan da ixtisar aparsaq 50A bölünsün x qədər olacaqdır. İndi baxaq görək 50A bölünsün x qədər alınırsa bizim dəmirimiz nə qədər götürülübdür? 56 qram dəmirdən 1 mol hidrogen ayrılırsa 50A bölünsün A bölünsün x qədərdən də deməli 11 qram metal götürülübdür. Biz buradan 11-i hesablamalıydıq. Bu olacaqdır deməli 56 vurulsun 50A bölünsün x-ə. 1 qram alınacaq. 1-in qiymətini tapdıq. Eyni qayda ilə keçirəm digər məsələləri kalium metalını tapmağa. Kalium metalından da 1 mol hidrogen ayrılır. Daha doğrusu ikivalentli olduğu üçün 0,5 mol hidrogen ayrılır. İndi bizə deyir ki, A qədər hidrogen ayrılıb 0,5x praktiki çıxımla. Bəs 100% ilə nə qədər alınacaq? Buradan yenə tapıram. B buradan bərabərdir. Deməli 200A bölünsün x-ə bərabər olacaqdır. İndi yazırıq ki, kaliumun kütləsi 39-dur. 39 qramdan 0,5 mol alınırsa 200A bölünsün x qədərdən də görək nə qədər metal götürülübdür. Buradan M2-ni tapırıq. M2-nin qiyməti bərabərdir. Bu eləyəcəkdir deməli 156 1000 A bölünsün deməli x-ə bərabər olacaqdır. M2-nin də qiymətini hesabladıq. İndi M3-ün qiymətini tapıram. M3-ün qiymətini də eyni qayda ilə tapacağam. A qədərimiz deməli x çıxımdan alınıbsa 100% ilə nə qədər alınar? B buradan bərabərdir. Deməli 100A bölünsün x-ə bərabər olar. Alüminium da 3 valentli olduğu üçün alüminium 1 molundan 1,5 mol hidrogen ayrılar. 27 qramdan 1,5 mol hidrogen ayrılırsa 100 A bölünsün x qədər görək M3 qramdan alınıbdır. Deməli M3-ü də buradan tapsaq M3 də bərabər. Buradan da olacaqdır deməli 1800 A bölünsün x-ə və beləliklə biz qiymətləri müqayisə edirik. Deməli, buradan müqayisəni aparsaq, gördüyünüz kimi M2 burada hamısından böyükdür. M2 böyük olacaqdır. M1-in qiyməti buradan eləyər, deməli, 2800. Yəni, bu eləyəcəkdir 2800A bölünsün x-ə. M2 böyükdür M1-dən, M1 də böyükdür M3-dən. Cavab olar A variantı.